Bugün 3 dəqiqə Çin dili öyrədirəm seriyasının ikinci videosunu çəkirəm və düşünürəm ki, bu Çinə gedəndə adama ən lazım olacaq bir neçə cümlədən ibarət olmalıdır. Yəni bu seriya ondan ibarət olmalıdır. Buna görə tədris edəndə ehtiyac olan cümlələri yox, sırf Çinə səyahət edəndə ehtiyac duyacağımız cümlələrdən istifadə edəcəm. Filan filan yerə necə gedim? O filan filan yerlər üçün bir neçə nümunə verəcəm. Məsələn, mağaza hamımıza lazım ola bilər. Aeroport hamımıza lazım ola bilər. Otel hamımıza lazım ola bilər. Və düşünürəm ki, restoran hamımıza lazım ola bilər. Ona görə 4 dənə söz verəcəm bugün sizə. Birinci mağaza Shangdian. Shangdian birlikdə təkrar edək. Shangdian mağaza. İkinci aeroport Jichang. Jichang birlikdə təkrar edək. Jichang. Üçüncü otel Bingguan. 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 Bingguan otel. Dördüncü Fandian restoran. Fandian restoran. Bəs necə gedim, necə deyəcəyik? Məsələn, Fandian 怎么走？饭店怎么走？ Cavabında sizə verəcək irəli, geri, sağa, sola sözlərini. 走 getmək sözü birinci onu deyək. 怎么 necə? 走 getmək. 怎么走 necə gedim? Cavabında isə mən istiqamətləri sizə öyrədəcəm ki, o sizə nə deyirsə onu başa düşəsiniz. Yəqin əllə göstərən zaten başa düşəcəksiniz, amma tam aydın olsun deyəm. Mən sizə istiqamətləri Qian ön tərəf. Qian ön tərəf. Hou arxa tərəf. Hou arxa tərəf. Hou arxa tərəf. Yol sağ tərəf. Yol sağ tərəf. Zuo sol tərəf. Zuo sol tərəf. Yol zuo yol belə deyirlər, sol sağ deyirlər. Yol sağ, zuo sol. Deyəndə cavabını necə verəcək? Deyəcək Wang yol zou. Wang istiqamətdə tərəf. Sağa tərəf get. Sola tərəf get. Daha öncə rəqəmlər deyiblər. Əvvəlkində zaten rəqəmlər məsələn 100 mi, 100 metrə get. 100 mi metrdir. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Əgər faydalıdırsa rəy yazın və biz sizlə bu seriyanı davam edək.